Füzulidəydik bugün. Səhv etmirəmsə müharibədə ilk alınan Füzuli olmuşdu. Buna o qədər çox sevinmişdik. Ağlıma belə gəlməzdi ki, bir gün bu yerləri gəzərik. Hadrutla Füzuli şəhərciyinin arası çox yaxındır. Füzulidə nə görsək yaxşıdır. ABV-nin mağazasının. Mağazada evinizə lazım olacaq hər bir ləvazimat var. Keyfiyyətli məhsulları çox münasib qiymətə buradan əldə edə bilərsiniz. Evinizin təhlükəsizliyi üçün kamera və şəbəkə avadanlıqları mövcuddur. Hətta evinizə qədər gəlib quraşdırırlar. Bizim səhifədə görüb gedənlərdə isə quraşdırılmada xüsusi endirim olunur. İzləyənlər bilir ki, bizdə hal-hazırda qaz yoxdur. Evləri tok isidiciləri ilə isidirik. Tok isidicilərini Bakıdan alıb gətirmədiyimə görə üzülürdüm ki, burada baha qiymət alar. Amma ABV-dən Bakı qiymətini əldə edə bildim. Hətta burada Oyalın ofis ləvazimatları da var. Hal-hazırda mağazada xüsusi kampaniya var. Sizdə olanlara şad xəbər A-Telekom olaraq orada da xidmətinizdədir. Ünvan Füzuli şəhəri dost xidmətinin yanı. Mağazanın TikTok səhifəsini aşağıda qeyd edəcəm. Füzulidə digər görməli yerləri isə növbəti videolarda paylaşacağam. Füzulidən Hadrut'a yollandıq. Yolda isə Hadrut'da xidmət edən əsgərləri gördük. Əsgər anaları ürəyiniz rahat olsun, keyfləri çox yaxşıdır deyib gülə-gülə gəzirdilər. Videomu bəyənib səhifəmi izləməyi unutmayın.